Əziz izləyicilər, sizi kanalımdan salamlayıram. Bu günləri duzlu qoğal hazırlamışam, səpmə qoğal. Yəni belə deyək ki, tənbəl qoğal. Ona görə tənbəl ki, deməli mən bu qoğalları hazırlayanda tək-tək yuxanı yaymamışam, yağlamamışam. Sadəcə tənbəl qoğal, ona görə deyirəm. Hazırlamaq üçün bizə lazımdır burada 1 kiloqram un, 1 xörək qaşığı quru maya, 1 xörək qaşığı duz, yarım çay qaşığı sarı kök, yarım stəkan duru yağ, 2 ədəd yumurta, 1 stəkan süd, 1 stəkan da su. Təbii ki, südlə su isti formada. Bunları qarışdırıb xəmiri yoğururam. Xəmir yoğuranda hiss elədim biraz elə suyu azdı, yəni südü suyu azdı. Ona görə yarım stəkan su yenidən əlavə elədim. Toplamda 1 stəkan yarım bura su, 1 stəkan süd getdi. Xəmiri yoğururam. Yoğurduqdan sonra üzərinə 100 qram kərə yağı, yəni əridilməmiş də kərə yağı əlavə edib yenidən xəmiri yoğururam ki, bu yağ tam xəmirə, elə bil ki, yağı xəmirə yedirdirəm. Həmişəki kimi bazardıqca çox yoğururam ki, xəmirimiz gözəl yüngül alınsın. Yoğurduqdan sonra üzərini bir salafanla örtürəm. Gözləyirəm ki, xəmirimiz mayalansın. Biraz isti yerdə saxlayıram xəmiri ki, tez mayalansın. Bizim burada 250 qram yağımız da var, əridilmiş yağdır. Əridilib dağ olmuş yağ, yəni tərkibində ayran zad qalmayıb yağın. Yuxanın arasına istifadə eləmək üçün. Xəmirimiz mayalandı, 2 hissəyə bölürəm, 2 dənə kündə hazırlayıram burada. Kündələri də hazırlayandan sonra yenidən üzərini salafanla örtüb saxlayıram. Yenə bir 15 dəqiqə zad saxlayıram ki, kündələr özünə gəlsin, kündəyə düşsün. Burada göründüyü kimi xəmir kündəyə düşüb və yayıram. Burada əziz xanımlar, mən burada yuxanın arasına içlikdən istifadə edəcəm. Həmən içliyi hazırlanmasını bu videoda göstərməmişəm. Yəni video çox uzun, bezdirici olmasın deyə bu videoya salmamışam içliyi, amma kanalımda içliyin hazırlanması var. Qoğal içliyinin, duzlu qoğal içliyi hazırlanması var. Keçid edib baxa bilərsiniz istəsəniz. Yuxanı yaydım. Yayandan sonra arasını üzərinə bol yağ, yəni ki, elə belə çəkmədim də. Yağını yaxşı yağ vurdum. İçlikdən də üzərinə, yağın üzərindən içlikdən əlavə edib marsipan ütüsü ilə bu formada yaydım ki, içliklər yuxaya yapışsın, çox belə ora-bura dağılmasın. Onsuz da elə də dağılma ehtimalı yoxdur, yağlı olduğuna görə içlik. Hər ehtimalla belə üstündən biraz bastım ki, tam səliqəli olsun. Daha sonra gördüyünüz qaydada qatlayıram. Bunu da qatlayandan sonra qoyuram bir kənara. İkinci yuxanı eynən bu formada yayıram. Yenə yağlayıb, içliyini əlavə edib, yenə bu formada qatlayıb, üzərini salafanla örtüb kündəyə gəlməsini gözləyəcəm. Dəyərli xanımlar, burada bizim içliyimiz hansı ki, nə qədərdir? Yəni 1 kiloqram unun qoğalı nə qədər qoğala içlik gedərsə, həmən o qədər içliyin hamısını mən istifadə eləmişəm bu 2 kündəyə. Hər kündəyə 2 dəfə içlik səpmişəm. Yəni 1 kiloqram unun qoğalının içliyini mən elə bu 1 kiloqram undan ki, xəmir hazırlamışam burada, həmən bu xəmirə, həmən içliyin hamısını istifadə edirəm. Yuxalar kündəyə düşdü, göründüyü kimi hündürləşib, yüngül olub. Çox da gözəl belə yağlı, qəşəng xəmir alınıb. Bizim bu xəmirimiz yüngül, qəşəng xəmir alınıb. Yenidən yayıram. Burada yayanda, yəni narahat olmayın da, üzərindən normal un səpə bilərsiniz ki, oxlova yapışmasın. Bir dənə diqqət eləmək lazımdır ki, çox yuxanı, yəni bərk, möhkəm birdən-birə yayıb, yuxanı yırtılma ehtimalı olmasın. Ehtiyatla yaymaq lazım. Onsuz da rahat yayılır. Baxmayaraq ki, bunun içərisində içlik var. Yəni gördüyünüz kimi içlik səpib neçə qat eləmişəm bunu, amma yenə də rahat yayılır. Yenidən üzərini yağlayıram. Burada yağımız biraz donub, amma elə donmağı daha yaxşıdır ki, rahat çəkmək olur ki, qıraq bucağı çox yağ batmasın yağa. İçliyi də səpirəm yenidən və yenə üzərindən marsipan ütüsü ilə biraz basıram və bu dəfə biz yuxamızı qatlamayacaq. Sadəcə rulon formasında fırladırıq. Bu formada. Eynən ikinci kündəmizi də bu formada
yayıram, içliyini yığıb bu formada belə rolon formasında fırladıram və əlimlə belə dartıram, amma yenə ehtiyat edirəm ki, yuxa yırtılmasın. Daha sonra kəsirəm. Burada kəsəndə də çalışın çox xırda-xırda kəsməyin ki, yəni səpmə qoğal çox xırda olanda quru ola bilir. Ona görə çox xırda kəsməyin. Toplamda bizim burada 22 ədəd qoğalımız çıxdı 1 kilolundan. Amma 20 ədəd də çıxartmaq olar ki, biraz canlı olsun qoğallar. Baxın, kənarlarına çıxan xəmiri alt hissəyə verib bu formada hazırlayıram ki, yəni içlik listə yapışmasın bişəndə. Bu cür. Listə yığandan sonra yenə gözləyirəm. Üzərini yenə salafanla örtüb gözləyirəm. Tam kündəyə düşsün. Əziz xanımlar, səpmə qoğal elədir ki, o biri qoğal kimidir. O biri qoğala içlik qoyursan, o biraz başqa cür olur. Onun qatları vərəq-vərəq bilinir. Səpmə qoğal biraz ağır olduğuna görə bunu kündəyə də qoymağa, yəni normal qoymaq lazımdır ki, hər dəfəsində kündəyə düşsün, bişməmişdən də qabaq. Ona görə mən də burada qoydum ki, kündəyə düşsün. Daha sonra üzərinə bir ədəd yumurta, ağlı sarılı yumurta ilə istifadə elədim. Üzərinə çəkirəm və sobaya qoyuram. Əvvəlcədən qızdırmışam sobanı 180 dərəcədə. Görürsünüz nə gözəl sobada da bişdikcə həzmi artır, böyüyür, şişir də qoğallar. Hazır oldu qoğallarımız, çox gözəl ətri gəlir. Bizim tənbəl qoğallarımız, bəzi xanımlarımız var ki, yuxa yaya bilmir, çətinlik çəkir və yaxud tənbəllik eləyir. Əsl həmən xanımların əlindən tutacaq bir qoğaldır. Çünki bizim qoğalımızın özü də tənbəl qoğaldır. İç görkəmi də sizlərə göstərirəm. Yəni, o biri içli qoğallar kimi yenə də deyirəm, vərəq-vərəq olmur bu. Burada sadəcə içliklərin qatları hiss olunur. Hansı qatlardakı içliklər var, səpmə qoğalın bu qaydada. İnşallah ki, bəyəndiniz. İzlədiyiniz üçün təşəkkürlər.